9-cu Muğam televiziya müsabiqəsinin 7-ci həftəsi muğam sənətinə sayğı və rəğbətin böyük olduğu Bakının qədim kəndlərindən biri Mərdəkanda yerləşən Mərdəkan Mədəniyyət Mərkəzində öz işinə başladı. Müsabiqənin final yarışmasına daxil olan birinci qrup hər iki yaş aralığından xanəndələr Əliağa Vahidin və Bəxtiyar Vahabzadənin qəzəllərinə muğam və təsniflər ifa etdilər. İfalar həm münsiflər, həm də tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Çox gözəl təəssüratlarım var idi və özümə inanırdım ki, çıxıb orada oxuyacağam. Atam da mənə həvəs verirdi. Orada çıxanda Təhər müəllim mənim qabağımda özbəz oturmuşdu. Ona baxırdım, Təhər müəllim mənə biraz həvəs verirdi. Sağ olsun, Təhər müəllim mənə Bakı muğamını öyrətdi. Sonra Bahar oldu təsnifini öyrətdi. Bu da 2 həftə müddətində sürdü. Bu günlərim qatar təsnif, qatar muğamı ifa elədim və münsiflərdən çox gözəl rəy aldım və çətin təsniflərdən, az oxunan təsniflərdən birini ifa etdim. Münsiflər çox bəyəndilər. Xanəndələrin oxuduğu qəzəl və təsniflər bu həftə çətinliyi və mürəkkəbliyi ilə fərqlənirdi. Məkan olaraq Mərdəkan Mədəniyyət Mərkəzinin seçilməsi isə təsadüfi deyildi. Xəzər rayonunda, Mərdəkanda keçirilməyinin xüsusi bir ənənəsi var. Çünki bütün Azərbaycanda olduğu kimi Abşeron kəndlərində də, Xəzər rayonunda da muğam sənətinə, qəzəliyyata çox böyük sevgi bəsləyən xalq əhalidir və ona görə də düşünürəm ki, çox böyük coşqu ilə, həvəslə qarşılanır. Bakı kəndində muğamın havasına sakinlərlə bərabər söz xiridarları, şairlər də gəlmişdi. Bakı kəndlərinin hər birində muğam çox sevilən bir sənətdir, əzizlənən bir sənətdir, həm də qorunan bir sənət. Yəni uzun illər, ən çətin vaxtlarda belə bu kəndlərdə, Bakı ətrafında, Abşeronda muğam həm sevilib, həm də qorunub. O cümlədən Azərbaycan klassik şeiri, qəzəlimiz qorunub burada. Ona görə məncə Bakının hər hansı bir köşəsində muğam səslənirsə, bu simvolikdir, bu bir rəmzidir və buranın da xarakterini özündə ehtiva edir. Xatırladaq ki, ənənəyə sadiq qalaraq hər həftənin 2-ci və 4-cü günləri Azərbaycan televiziyası və Mədəniyyət kanalı ilə canlı yayımlanan müsabiqədə cümə axşamı ən az xal toplayan iştirakçılar yarışmanı tərk edəcək.